Əməkdar artist Vahid Əliyevlə vida mərasimi keçirilir. Mərasimdə mərhumun yaxınları, incəsənət adamları iştirak edirlər. Əməkdar artist Vahid Əliyevin oğlu Ramil Əliyev bildirib ki, atası ağciyər xərçəngindən vəfat edib. Atamın belə tezliklə vəfat edəcəyini gözləmirdik. Son ana qədər çalışdıq, müalicəsini elədik. Düşünürdüm ki, ömrünü az da olsa uzada bilmişik. Atam heç vaxt xəstəliyini bilmədi, ondan xərçəng olmasını gizlədirdi. Təəssüf ki, xəstəlik onun ağciyərlərində idi və gözləmədiyimiz anda onu itirdik. O deyib ki, atası bugün dəfn ediləcək. Atamın öz xəstəliyinin ciddiyyətindən xəbəri yox idi. Biz ondan xərçəng olduğunu gizlədirdik. Atamın müalicəsi üçün dövlətə müraciət etməmişdik. Öz gücümüzə hər şeyi edirdik. Mən həm həkimlərimizə, həm atamın aktyor yoldaşlarına, onun çalışdığı teatra təşəkkürümü bildirirəm. Gəlib gedirlər, onu tək qoymurdular. Vidadan sonra əməkdar artistin cənazəsi dəfn olunmaq üçün Badamdar qəbristanlığına yola salınacaq. Aparıcı Zaur Baxşəliyev ötən gün dünyasını dəyişən əməkdar artist Vahid Əliyevin səhhətindəki problemdən danışıb. Aparıcı proqramında aktyorun ürək problemi olduğunu deyib. Səhhətində problem yaranmışdı. Ürəyinə bir neçə stent qoyulmuşdu. Bir neçə dəfə ürək əməliyyatı olundu. Eyni zamanda açıq ürək əməliyyatı keçirtmişdi. Qeyd edək ki, Vahid Əliyev ötən gün 73 yaşında dünyasını dəyişib.